Qaraciyər bədənimizin təmizləyici mərkəzidir. O, hər gün zəhərləri süzür və bizi xəstəliklərdən qoruyur. Amma çox vaxt bu orqan köməyə ehtiyac duyur. Pis qidalanma, stres və dərman istifadəsi qaraciyəri yükləyir. Nəticədə bədəndə toksinlər toplanır. Amma təbiət bizə bu yükü azaldan və qaraciyəri bərpa edən möcüzəvi qidalar bəxş edib. Bu videoda sənə qaraciyəri təmizləyən 7 təbii qidanı təqdim edəcəyəm. Və indi səndən bir şey istəyirəm. Əgər bu mövzuda sənin bildiyin, amma bu videoda adı çəkilməyən faydalı qidalar varsa, onu rəyə yaz. Bəlkə növbəti videoda sənin təklif etdiyin qida haqqında danışaq. Videonu sona qədər izləməyə dəyər, çünki ən təsirli qidanı axırda açıqlayacağam. Sağlam qalmaq və bədəninə dəyər vermək istəyirsənsə, Sağlam Gələcək kanalına abunə ol. 1. Limon. Səhərin sarı möcüzəsi. Limon bədən üçün sadə görünən, amma inanılmaz gücə malik bir meyvədir. Qaraciyəri təmizləmək, bədəni yeniləmək və enerjini artırmaq üçün ən təsirli təbii vasitələrdən biridir. Səhərlər ilıq suya biraz limon suyu əlavə edib içmək, qaraciyərin işini aktivləşdirir və bədəndə gecədən qalan zərərli maddələrin atılmasına kömək edir. Bu sadə vərdiş bir neçə gündən sonra orqanizmdə yüngüllük, dəri parlaqlığı və ümumi rahatlıq hissi yaradır. Limon həm də həzmi yaxşılaşdırır və bədəndə yağların parçalanmasına kömək edir. Gündəlik az miqdarda limon suyu qəbul etmək, xüsusilə qaraciyər yorğunluğu yaşayan insanlar üçün çox faydalıdır. Əgər turş dad sənə ağır gəlirsə, onu bal və ya su ilə qarışdırmaqla həm dadını, həm də təsirini artırmaq mümkündür. 2. Sarıkök. Qaraciyərin qızıl qoruyucusu. Sarıkök təkcə yeməklərə rəng verən ədviyyat deyil, qaraciyəri qoruyan ən güclü təbii vasitələrdən biridir. Onun tərkibində olan maddələr qaraciyərdə iltihabı azaldır, hüceyrələrin yenilənməsinə kömək edir və bədənin təmizlənmə prosesini sürətləndirir. Daimi istifadə edildikdə sarıkök qaraciyərin yağlanmasının qarşısını alır və toksinlərin orqanizmə təsirini azaldır. Bu səbəbdən həkimlər onu qaraciyərin qızıl dostu adlandırırlar. Sarıkökü gündəlik yeməklərə az miqdarda əlavə etmək bəs edir. Onu xüsusilə ilıq südə və ya bala qarışdırmaq həm dadını yaxşılaşdırır, həm də təsirini artırır. Bəzi insanlar sarıkökü limonla birlikdə içərək həm immuniteti gücləndirir, həm də orqanizmdə təmizlənmə effektini yüksəldir. Sarıkökün daimi istifadəsi nəticəsində bədəndə enerji artır, dəri daha parlar görünür və qaraciyər özünü daha yüngül hiss edir. Ən gözəl tərəfi odur ki, sarıkök təbii vasitə olduğuna görə orqanizmə əlavə yük yaratmır. Sadəcə bir çay qaşığı qədər istifadə belə qaraciyərin sağlam qalmasına kifayətdir. 3. Yaşıl çay. Qaraciyərin sakit gücü. Yaşıl çay bəlkə də sadəcə içki kimi görünür, amma o bədənin təmizlənməsində mühüm rol oynayır. Onun tərkibində olan təbii maddələr qaraciyərdə toplanan zərərli yağların azalmasına və hüceyrələrin yenilənməsinə kömək edir. Gündə 1 və ya 2 fincan yaşıl çay içmək həm bədəni canlandırır, həm də qaraciyərin fəaliyyətini dəstəkləyir. Bu içki orqanizmdə yığılan toksinləri tədricən azaldır və həzmi yüngülləşdirir. Yaşıl çay həmçinin enerjini artırır, amma qəhvədəki kimi bədəni yormur. Onu gün ərzində, xüsusilə yeməkdən sonra içmək, qaraciyərin zərərli maddələri parçalama işini asanlaşdırır. Mütəxəssislər yaşıl çayı şəkərsiz içməyi məsləhət görürlər, çünki bu zaman onun təmizləyici təsiri daha güclü olur. Ən gözəl tərəfi isə odur ki, yaşıl çay yalnız qaraciyərə yox, eyni zamanda ürək və damar sağlamlığına da müsbət təsir göstərir. Davamlı şəkildə istifadə edən insanlar bədənlərinin daha yüngül və enerjili olduğunu hiss edir. Çünki qaraciyər daha az yorulur və daha effektiv işləyir. 4. Sarımsaq. Bədənin təbii təmizləyicisi. Sarımsaq çoxlarının sadəcə yeməyə dad verən ədviyyat kimi tanıdığı, amma əslində bədənin ən güclü təmizləyicilərindən biridir. O, qaraciyərin işini aktivləşdirir və bədəndə yığılan zərərli maddələrin atılmasına kömək edir. Sarımsağın tərkibindəki təbii maddələr qanın təmizlənməsini sürətləndirir, orqanizmdə bakteriyaları və toksinləri azaldır. Daimi istifadə edildikdə qaraciyərin üzərindəki yük yüngülləşir və bədənin enerjisi artır. Sarımsağı xam halda yemək ən təsirli üsuldur, amma bu hamı üçün rahat deyil. Onu bal və ya limonla qarışdırmaq həm dadını yumşaldır, həm də təsirini artırır. Hər gün cəmi bir diş sarımsaq yemək uzun müddətdə qaraciyərin sağlam qalmasına və immunitetin güclənməsinə böyük kömək göstərir. Sarımsaq həmçinin bədəndə yağların parçalanmasını sürətləndirir və xolesterin səviyyəsini tənzimləyir. Ən əsası isə sarımsaq tamamilə təbii və yan təsirsiz bir vasitədir.
Onu rasiona kiçik miqdarda əlavə etmək belə qaraciyərin işini nəzərə çarpacaq dərəcədə yaxşılaşdırır. 5-ci. Brokkoli və gül kələmi. Qaraciyərin yaşıl qalxanı. Brokkoli və gül kələmi sadəcə tərəvəz deyil, qaraciyəri qoruyan iki təbii qalxandır. Onların tərkibində olan maddələr bədəndəki toksinləri zərərsiz hala gətirir və orqanizmin təmizlənmə sistemini gücləndirir. Bu tərəvəzləri həftədə bir neçə dəfə yemək qaraciyərin daha sağlam və aktiv işləməsinə kömək edir. Onlar həmçinin bədəndə yağ yığılmasının qarşısını alır və enerji səviyyəsini yüksəldir. Brokkoli və gül kələmi buxarda bişirildikdə ən çox fayda verir, çünki onların əsas təsir edici maddələri istiliyə həssasdır. Daimi istifadə orqanizmin müdafiə sistemini gücləndirir, həzmi yaxşılaşdırır və dərinin vəziyyətini də yaxşı təsir edir. Həmçinin bu tərəvəzlər antioksidantlarla zəngindir və bədəndəki hüceyrələri yeniləməyə kömək edir. Ən yaxşısı isə bu tərəvəzlər təbii şəkildə qaraciyərin özünü bərpa etməsini sürətləndirir. Sağlamlıq üçün az miqdarda, amma mütəmadi şəkildə istifadə kifayətdir. Avokado. Qaraciyərin yaşıl enerjisi. Avokado tərkibindəki sağlam yağlarla bədəni qidalandıran və eyni zamanda qaraciyəri qoruyan çox dəyərli bir meyvədir. O, bədəndə zərərli maddələrin yığılmasının qarşısını alır və qaraciyərin təmizlənmə prosesini gücləndirir. Avokado həm də bədəndəki iltihabı azaldır və hüceyrələrin daha sağlam şəkildə yenilənməsinə kömək edir. Onun tərkibində olan təbii yağlar qaraciyər hüceyrələrini qoruyur və enerji səviyyəsini sabit saxlayır. Gündə cəmi bir dilim avokado yemək orqanizmdə balans yaradır və qaraciyərin üzərinə düşən yükü azaldır. Bu meyvə xüsusilə fast food və yağlı qidalarla qidalanan insanlar üçün çox faydalıdır. Avokadonu salatlara, səhər yeməklərinə və ya sadəcə limonla birlikdə yemək həm dadlı, həm də sağlam seçimdir. Daimi istifadəsi bədənin ümumi vəziyyətinə də müsbət təsir göstərir. Dəri parlayır, enerji artır, həzm sistemi yüngülləşir. 7-ci. Zeytun yağı. Qaraciyərin təbii mühafizəçisi. Zeytun yağı əsrlərdir sağlamlığın simvolu sayılır və qaraciyəri qorumaqda xüsusi rola malikdir. Onun tərkibindəki təbii yağlar qaraciyərin fəaliyyətini tənzimləyir, toksinlərin bədəndən atılmasını asanlaşdırır və öd axınını gücləndirir. Zeytun yağı həmçinin bədəndə iltihabı azaldır, qan dövranını yaxşılaşdırır və hüceyrələrin bərpasına kömək edir. Səhərlər ac qarına bir xörək qaşığı təmiz zeytun yağı içmək qaraciyərin işini aktivləşdirir və həzm sistemini oyadır. Bu vərdiş qısa zamanda enerjinin artması və bədəndə yüngüllük hissi ilə öz təsirini göstərir. Zeytun yağını salatlara, tərəvəz yeməklərinə və ya sadəcə limonla birlikdə istifadə etmək qaraciyər üçün ən sadə və faydalı dəstəkdir. Vacib olan bir şey var. Yalnız soyuq, sıxılmış, təmiz, ekstra virgin zeytun yağı seçilməlidir. Çünki bu növ yağ bütün faydalı maddələri qoruyur. Daimi istifadə qaraciyəri qoruyur, bədəni zəhərlərdən təmizləyir və uzunmüddətli sağlamlıq yaradır. Qaraciyər səssiz işləyir, amma bütün bədənimizin enerjisini daşıyır. O yorulanda biz də yoruluruq. Buna görə də ona diqqət göstərmək sadəcə sağlam qalmaq üçün deyil, özümüzü daha yaxşı hiss etmək üçün vacibdir. Limon, sarıkök, yaşıl çay, sarımsaq, brokkoli, avokado və zeytun yağı. Hamısı bədənin içindən başlayan təmizliyin təbii yollarıdır. Bu qidaları gündəlik həyatına az-az əlavə etməklə bədənin tədricən yüngülləşdiyini və enerjinin artdığını hiss edəcəksən. Bu 7 qidadan hansını artıq istifadə edirsən, hansını isə sabahdan başlamaq istəyirsən. Rəylərdə yaz, görək kim bədəninə daha çox dəyər verir. Unutma, sağlamlıq bir vərdişdir. Bir dəfəlik addım yox, davamlı seçimdir. Qaraciyərinə qayğı göstər, o da sənə uzun illər güc və sağlamlıqla cavab verəcək. Əgər bu video sənə faydalı oldusa, kanala abunə ol və dostlarınla paylaş. Sağlam qal, çünki sağlam gələcək səninlə başlayır.